Bərdə rayonunda rayon rəhbərinin növbəti səyyar qəbul görüşü Nəcəfqulubəyə kəndində keçirilibdir. Qəbulda rayon hüquq mühafizə orqanlarının, idarə müəssisə xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Vidal Sev tərəfindən vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub. Araşdırılması tələb olan müraciətlərə bağlı isə aidiyyatı qurumların rəhbərlərindən müvafiq tapşırıqlar verilibdir. Səyyar qəbul zamanı kənd sakinlərini narahat edən sosial, kommunal və digər məsələlər müzakirə olunub. Vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətdə görülən işlər barədə ətraflı məlumat verilibdir. Qeyd olunub ki, vətəndaş müraciətlərinə həssas yanaşılması, onların problemlərinin yerində öyrənilməsi və operativ həllin məqsədlə rayonun yaşayış məntəqələrində səyyar qəbullar mütəmadi olaraq davam etdirilir. Nəcəfqulubəli kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevəyə minnətdarlıqlarını ifadə ediblər. Vaqif Məhəmmədoğlu, Qərbi Azərbaycan Xəbər Az, Bərdə.